1994-cü ilin may ayında elan olunan atəşkəsdən sonra 1-ci Qarabağ müharibəsi dayandırıldı. Torpaqlarımızın 20%-i düşmənin tapdağı altında qaldı. 44 günlük vətən müharibəsinə qədər ermənilər özlərini qalib, məğlub edilməz, Azərbaycanı isə məğlub və aciz, döyüşməyi bacarmayan xalq kimi dünyaya tanıtmağa çalışdılar. O dövrdəki informasiya qıtlığı, hakimiyyətdəki hərci-mərcilik, yalan təbliğat və xəyanət, üstəlik iqtisadi tənəzzül nəticəsində vətənin müdafiəçilərinin göstərdiyi qəhrəmanlıq və fədakarlıq kölgədə qalsa da unudulmadı. Döyüş yoldaşlarının yaddaşından silinmədi. Bugün Azərbaycanın adsız qəhrəmanlarından biri, vətən fədaisi Mehman Dadaşovu sizə tanıtmağı özümüzə borc bildik. Mehman Əsədullaoğlu Dadaşov 1971-ci il mayın 13-də Bərdə şəhərində anadan olmuşdu. Zəhmətkeş bir ailədə böyüyən Mehman hələ uşaqlıq illərində sakit təbiəti, xoş xasiyyəti və mehribanlığı ilə yaddaşlarda qalıb. Rus məktəbində oxuyub, Rus dilində oxuyubdu. Əlaçı idi Rus məktəbində. Oradan da institutu məktəbi qutaranda apardılar, onu oradan demək voyankomat tərəfdən şota aldılar, apardılar Gəncəyə. Gəncədə şoförlük oxutdular ona. Şoförlük. O əsgər gedəndə şoför idi. Həm də institutun 2-ci kurs tələbəsi idi. Mehman 6-cı uşaq olubdu. O məndən 2 yaş balacadır. Yəni sakit elə bir ki, mən Xarkova o vaxtı imtahan verməyə getmişdim. O onda hələ 10-cu sinifdə oxuyurdu. O da mənimlə bərabər getmişdi ora. Rus dilini çox mükəmməl bilirdi. Rus məktəbində oxuyurdu da o. Orada yəni ki, hamı onun mədəniyyətinə, edilib ki, özünü aparmağına heyran idi. Bu Azərbaycanlılar da var idi orada o vaxtı. O vaxtdan sonra da gəldi, əskərə getdi, gəldi. Sonra da getdi o Rusiyada ali təhsil almağa. Orada instituta girmişdi. Sonra düzdür, bura Azərbaycana dəyişmişdi institutunu. Amma heç onu da oxuya bilmədi. Könüllü şəkildə burada cəbhəyə getdi. Yəni, sakit təbiətdə bir uşaq idi. Sakit. Yəni, çılğınlığı olmayan, böyüyə hörmət eləyən, özünü hər yerdə aparmağı bacaran bir uşaq oldu. Mehman Dadaşov keçmiş Sovet ordusunun tərkibində hərbi xidmət keçdikdən sonra vətəninə qayıtdığı zaman bu torpağın çörəyini yeyib suyunu içən ermənilər harınlayaraq Azərbaycan daxilində qondarma dövlət yaratmaq istəyinə düşmüşdülər. Zaman keçdikcə SSR mərkəzi hakimiyyətinin zəifləməsi və xarici havadarlarının dəstəyindən yararlanan ermənilərin indiki Ermənistanla yanaşı Qarabağ ərazisindəki soydaşlarımıza qarşı vəhşiliyi, basqınları və qətliamları barədə tez-tez xəbərlər gəlməyə başlamışdı. Həmin vaxt Rusiyada ali təhsil alan Mehman bu xəbərlərə dayana bilməyərək vətəninə qayıdır və könüllü şəkildə torpaqlarımızın müdafiəsinə qoşulur. Mən evə gəldim. Evə gələndə gördüm ki, evdə hamı biçib, anam da ağlayır. Soruşanda dedilər ki, belə. Mehman yoxa çıxıbdı. Yolda da uşaqlar deyir ki, Mehman gedibdi döyüşə. Nəysə, mən də çıxdım çölə yola. Həmin momentdə dedilər ki, bir qonşumuz var, onunla gedib Laçının o vaxtı Güləbird kəndində Vaqifin dəstəsinə. O 92-ci ildə gedibdi. 92-ci ildə könüllü şəkildə gedibdi. Sonra mənim atam elə ki, onu Laçından o vaxt istədi ki, gedib gətirə. Amma qayıtmadı, gəlmədi. Çünki ali məktəbdə oxuduğu üçün siz də bilirsiniz ki, onlara o vaxt icazə verirdilər. Ki, onlar ali təhsil aldıqlarına görə onlara getməmək kimi bir imkanı var idi. Amma könüllü şəkildə qayıdıb gəlmədi. Atam getdi onu Laçına. Nə qədər elədi, gətirə bilmədi. Biz kəşfiyyatçı olmuşuq. Kəşfiyyat rotada olmuşuq Mehmanla. Mehman çox sakit oğlan idi, amma ürəkli oğlan idi. Dedikcə, ciyarı oğlan idi, belə deyək. Qorxmaz oğlan idi. Həmişə fədakar döyüşlərdə bir də gözəl atıcılıq qabiliyyəti var idi. Çox sərrə satırdı. Sərrə satıcı idi. Biz mart ayının axırına qədər Qoçaz istiqamətlə müdafiədə dayandıq və o da bir neçə dəfə ermənilərin hücumunu dəf elədik və bu döyüşlərdə Mehmanın doğrudan da puxtələşmiş bir döyüşçü kimi, həm də
bu şəxsiyyət daxil mənə psixoloji durumda yüksək olmalıdır. Və onun psixoloji durumu da, yəni o döyüşün əvvəldən, məsələn, onda heç bir panika yaratmamağı, döyüşə hazır olmağı, həm də Sovet ordusuna xidmət eləmişdi Mehman. Yəni bir yetkin bir əskər kimi, yəni puxtalaşmış bir döyüşçü kimi Mehman o döyüşə iştirak edir. Ermənin bir AGS var idi. O AGS yani bizlerde yok idi. Ne deyim, o yüksek silahlar həmişə Ermənide olub. Ona göre ki onlara Rus dəstəyi olurdu. Onlara bütün Rusiyanın mesela silahları, sursatlar bizde de ancak avtomat olurdu, PK olurdu, müəyyən şeyler olurdu. Ermənin AGS'i yani bizim postları şan eləyirdi. İmkan vermirdi ki bizim döyüşçülər elə bir baş kaldırsın. Benzayda da yani komandir brigada da tabor komandirlerine deyib ki o hemen AGS'i kim ləğv eləsə, kim vursa yani ki o hemen taborun döyüşçülerine hem obska veriləcək, hem de pul mükafatı veriləcək. Bu əmri komandirimiz Tahir deyib ki mən eləyərəm. Neyse geldi brigadadan məni çağırtırdı ştaba, oturdu ştabda söhbət elədik. Dedi belə. Bax, belə bir əməliyyat var. O AGS vurulmalıdır, dağılmalıdır ki, yani bizim taborumuz bir neçə adam Obskiyə gedəcək və pul mükafatı olacaq. Dedim, komandir, pul da lazım deyil, amma mən Obskiyə getmək istəyirəm. Gəldim, bax, bu Dadaşov Mehmangillə Xəqani idi, İskəndərov, bax, bu yaxlar otmuşda Hamlet idi. Bu uşaqlarla söhbət elədim. Malış var idi, Ələddin. Buydu, bizdə maşallah var idi. O hardasa 7 nəfər. Belə bir şey yarattım. Dadaşov Mehman da bizlə beraber. Geldim komandire dedim ki, komandir biz hazırıq. Yani biz həmin günü gecə çıxdıq Ermənin AGS'ini yani ləğv eləməyə, vurmağa. Grantomet götmüşük, PK götmüşük. Yendik Hocal dağından çay var, çayı keçdik. Gecədir, amma ay var. Ay çıxıb, hər yer işıqdır da. Gərək elə gedəsən ki, dağların kölgəsindən, məsələn, müəyyən yerinə gedəsən ki, qaranlıq olsun da. Bax, o formada getdik, düz Ermənin postun arxası altında dayandıq. Dadaşov Mehman da yanımdadır. Dedim saat 1-2'ye işləyib. Bu dəyişəcək də elə bir postunu. Dəyişən momenti ya grantometuna vurarıq, ya bunu götürək, diri götürək AGS'i. Elə oldu ki, baxdıq ki, bu Erməni gedir, xışıltı gəlir, aşağı yen. Dedim, bu Palatkiyə gedir, zamen eləməyə. Bu momentdə getdik, biz AGS'i götürdük. Yəni AGS'i vurmadıq, AGS'i götürdük, yendik aşağı. Biz çaya gəlib çatanda, baxdıq bizim dalımızdan güllə boran. Yani eləyirlər. Yani biz heç bir itkisiz həmən AGS'i getdik. Təəssüflə qeyd edək ki, 1994-cü ilin fevralın 10-u Mehmanın son döyüşü olur. Çoxsaylı erməni hərbi birləşmələrinin dumanlı hava şəraitindən yararlanaraq qəfil hücum etməsi nəticəsində döyüşçülərimiz Kəlbəcərin Qızılqaya, Bağırlı və Buzluq dağları ərazisində mühasirəyə düşür. Həmin zamandan Mehmanla bərabər 30-dan çox döyüşçünün heç birindən xəbər almaq mümkün olmur. Onların həlak olması və ya əsir düşməsi illərlə naməlum qalır. Torpaqlarımız 30 ilə yaxın müddət ərzində işğal altında qaldığı üçün həmin itkin döyüşçülərin sonraki taleyi ilə bağlı qeyri-müəyyənlik hökm sürürdü. Lakin 2025-ci ilin iyul-sentyabr ayları ərzində keçmiş 701 saylı hərbi hissənin 5-ci Bərdə taborunun tağım komandiri İbad Vəliyevin və taborun 2-ci bölüyünün komandiri Rizvan Qasımovun, eləcə də axtarışa cəlb olunan müvafiq dövlət qurumlarının sayəsində həmin ərazidə çox sayda döyüşçünün qalıqlarına rast gəlindi. Bu tapıntı taborun keçmiş döyüşçülərinə və itkinlərin yaxınlarına böyük ümidlər verdi. Axtarış nəticəsində məlum oldu ki, Mehmanla bərabər 30-dan çox itkin hesab olunan döyüşçü sonuncu döyüş zamanı əsir düşməyiblər. Onlar 1994-cü ilin fevralın 10-unda keçmiş 701 saylı hərbi hissənin şəxsiyyətinin ərazidən sağ-salamat çıxmasına yardımcı olmaq üçün son damla qanlarına qədər mübarizə apararaq
qəhrəmancasına həlak olub və Kəlbəcərin Qızılqaya, Bağırlı və Buzluq dağlarında müxtəlif ərazilərdə qalıblar. O bağırın üstünü bombalayanda minamyotla. Mən o mehmanı orada itirdim. Elə bir məqam idi ki, orada o vallahi nətər deyim, özümü yenə də həmin vəziyyətdə özümü o günahkar kimi bilirəm ki, onu mən nətər götürə bilmədim. Ona görə ki, elə bir vəziyyət idi ki, orada o qiyamət deyirlər, nə deyirlər vallahi da. Orada öz canını zorla qutara bilərdim. Bu komandir olduğuna görə mən buna ümid edirdim ki, məni bu vəziyyətdən çıxarsın. Ki, qalmışam, bu uzun illərin hərbiçisi olub, mən də xamışaq. Nə olsun, əlimdə avtomat var. Hər tərəf partlayır, biri orada ölür, biri buradan qısa qırılır, biri burada düşmüşəm mandıraca çay, bu nə vəziyyətdir. Bu rəhmətliyə hay dedim, gey dedi, küşək aşağı. Dedi, yox, mən üstünüzə başlayacağım. Mən oranı yoxlamalıyam, orada qalan varsa qatıb qabağıma gələcəm. Mən cavab deyəm. Getməklə heç bir 15 dəqiqə çəkmədi, rəhmətli Samir var. O dedi ki, mehmanı vurublar, gəl kömək eləyək. Burada atışırdın. Bu mənim səngərim olubdur. Bax bu qaya, bu daş. Həm sağ tərəfdə, həm də sol tərəfdə. Həm burayla atışmışam, burayla. Onda bağaçlar yox idi bizlə. Bu 3 dənə paldağa. Həm də yerimi dəyişib keçirdim bura. Burayla. Tanrı verdiysə, Harda bulundu? Mənim yanımdaydı. Tanrı verdi, bu yəni oradan bir-birimizin yerimizi dəyişirdik. Mağazası dolduranda da elə beləyəndə həmən yeri doldururduq. Tanrı verdi, gəldi, uzandı deyə bax bura. Bax, gəldi bura. Qışqırdım, xeyir olmadı. Dedim, işin olmasın mənə. Uzandı bura, o nədir, əyağı açılanın nədir, avtomatı. EPK. LPK 545 idi. Buradan başladı bir dənə mağazin tüləməyə. Onda dedi ki, sancını aldım. Bir kəlmə sözünü eşitdim, sancını aldım. Mən bunu bu tərəfə çəkmək istəyəndə gördüm ki, top məni vururlar. Torpaq sat dəydi, pulya dəydi, üzümə, gözümə sıramaq eləmək. Baxdım ki, uşaq buradan qaçır, şükürürlər. Həmin axırıncı gedişim burada oldu. Mən Tanrı verdim ki. Ha, bak Samir az tərəfdəydi. Samir deyə bax o qayğı görürsən. Bax onun üstündə əyağı üstə durub. Məni səsləndirirdi ki, əl kömək eləyin. Mehmanı götürək. Mehmanı vurublar. İndi mehman vurulan yerə gedək görək. Mən girdürdülər. Dedim, mən harada vurublar? Dedi, ağacın üstündən düşürtmüşük. Gəl. Hələm bu çoxdan qabaqdadır. Ha, İbat, orada nəsə var? Ali, oraya qoyuldu da, elə mi? Təxmin elə, bir bax istəyir. Ona görə ki, oradan uşaq öldür atdı yerə. Ha. Ha, gələm. Elə həmən gedir. Elə mi? Ona görə dedim, mən sağ deyirdim. Gör, paltar nə rəngdir? Ha, paltar evini kırır. Ala. Qara paltar. Bir də tərsinə var. Elə mi? İkisi də Yox, 16'dır. O 16'dır. Baytinka 41 razmerdi. Baytinka 41 razmerdi. Mən həmən vaxtı dedim, o özümüz sürüklədik, bir qıraq var idi, bir dağ yeri deyil. Ora sürüklədik, dedim, ola bilər də ümidimizdir, ha vaxtsa gəlib bunu buradan götürərik. Yəni orada o insan bastırmağa elə bir şərab vəziyyət yox idi. Hərə öz hayındaydı. Açığı valla mən inanmazdım ki, mən ha vaxtsa qayıdacam. Elə bilirdim, elə Ermənidə də qaldı. Və bu qələbədən sonra, 20-ci ilin qələbəsindən sonra, ümidmar idim ki, mən ora gedəcəm. Mən bilirdim mehman haradadır. Mənə də zəng etdi, elədilər. Dedim, bax, mənim gözüm üstə. Hamıdan qabaq mən gedəcəm. Bilirəm onu. Heç orada heç DNT testizat da lazım deyil, deyil mi? Öz əlimlə qoyduğumu yerdim, mən bilmirəm kimdir bu.
O birisiləri tanımırdım uşaqları. Amma bunu bilirdim. Döyüş yoldaşlarının, o şəhidlərin hamısını Allahın köməkliyi ilə tapacağıq. Bu yay uzunu biz olmuşuq, yenə olacağıq. Axıra kimi də bir dənə şəhid qardaşlarımızı qoymayacaq qal o dağlarda. Hamısının tapı yaxınlarına, əzizlərinə gətirib veriləcəkdir. Bitkin döyüşçülərin yaxınları, əzizləri də hazırda səbirsizliklə müsbət cavabların çıxmasını ümid edirlər. İndi ataların, anaların, istəyər qardaş bacıların gözləri yoldan yığılır. Biri var yol gözləyəsən, biri də var ki, indi biləsən ki, hə, o gətirilibdir, hardasa dəfn edilibdir. Mən də çox istərəm ki, tapılsın, atamın gözü yoldan yığılsın. Bəlkə də hər gün o qədər gözləyir. İndi bilirsiniz, mənim anam rəhmətə gedibdir. Mənim anam rəhmətə gedən bir günə qədər gözləyirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yerdə qalanlar, qazilərimizə can sağlığı versin, müharibədə iştirak edənlərin hamısının canını sağ eləsin. Yəni sizə də Allah can sağlığı versin ki, bu şəhidləri çəkirsiniz, yəni xalqımıza göstərirsiniz, yəni yaddan çıxartmırsınız. Sonda isə bildirək ki, mehman sözünün mənası qonaq deməkdir. Bir mehman gəldi, keçdi bu dünyadan. Onun bu dünyadakı müsafirliyi qısa sürsə də, vətəninin tarixində, döyüş yoldaşlarının, onu tanıyanların xatirində silinməz izlər qoyub getdi. Günü bu gündə onun yolunu səbirsizliklə gözləyənlər var. Şairin dediyi kimi, mehman, yolun düşsə, bu dünyaya bir də gəl. Gülbəniz Abdullayeva, Elgiz Mahmudov, Bərdə.